Realı izləyirsiniz. Biz sizə Milli Gimnastika Arenasından xəbərləri ötürürük. Güləş üzrə U17 Dünya Çempionatının ikinci günündəyik və təmsilçilərimiz bugün də mübarizə apardılar. 5 çəki dərəcəsində aparılan mübarizədə Azərbaycan idmançıları da var idi. 45 kiloqram çəki dərəcəsində Əbdürrəhman Hüseynli finala vəsiqə qazandı. Eyni zamanda Əli Cavadlı, daha doğrusu Əbdürrəhman Hüseynli 51 kiloqramda, Əli Cavadlı isə 45 kiloqram çəki dərəcəsində finala yüksəldi. Elvin Çərkətov isə 60 kiloqramda. Təşəkkürlər olsun ki, yarın finalda məğlub oldu. O bürünc medal uğrunda mübarizə aparacaq. Eyni zamanda az sonra artıq medallar uğrunda mübarizə başlayacaq. Ötən gün Ömər Salmanov və Orxan Həbibli yarın finaldan keçə bilməmişdilər. Ona görə onlar təsəlli edici görüşlərdə bürünc medal uğrunda mübarizə aparacaqlar. Günün ən vacib qarşılaşmalarından biri də elə Azərbaycan təmsilçisi İsfahan Həsənlinin finalı olacaq. O ötən gün finala yüksəlmişdi. Onu da qeyd edeyim ki, bu turnirdə Azərbaycanı 29 idmançı təmsil eləyir. Ümumilikdə isə dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparır. Bizim bu saatda çatdıracaqlarımız bunlar idi. Biz yenidən xəbərləri ötürməyə davam edəcəyik. Onu da qeyd edeyim ki, turnir avqustun ikisinə dək davam edəcək və biz də sizinlə bu məlumatları bölüşməyə davam edəcəyik. Realda qalın.